Goranboyda idarəetmədən çıxan minik maşını həyətə düşüb. 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi Goranboy Yuxarı Ağcakənd avtomobil yolunun Aşağı Ağcakənd qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, Xocalı şəhər sakini Opel markalı avtomobillə hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb və daha sonra minik maşını 100 metr uzaqlığa sürüklənərək yaxınlıqdakı evin həyətinə düşüb. Ağır qəzanı törədən sürücü Xocalı şəhər sakini 1986-cı il təvəllüdlü Ramal Mehdiyev və sərnişin Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Pərvin Əliyev müxtəlif bədən xəsarətləri ilə Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralılardan Ramal Mehdiyevin vəziyyətinin ağır olduğu bildirilir. Axşam radələrində saatlarında 19:50-də avtoqəza ilə əlaqədar 2 kişi cinsli xəstə müraciət etmişdi. O xəstələrin birinin vəziyyəti ağır olmuşdu, açıq kəllə beyin travması, digərinin vəziyyəti təpə nahiyəsində çapılmış yara, yüngül vəziyyətdə. Xəstəyə ilk tibb yardım göstərilmiş və xəstə digər xəstəxanaya təxliyə olunmuşdu. Qeyd edək ki, qəza zamanı sakinin evinin hasarına və evin həyətində olan tikiliyə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.